Bismillah. Bürclərin 7 maya ən düz proqnozu, günün pulda ən şanslı bürcləri və ən gərgin bürcləri. 7 may. Qoç. Gün dinamik başlayır, yeni iş və planlar üçün yaxşı vaxtdır. Pulda tələsməsəniz qazanc əldə edə bilərsiniz. Boğa, rahat və məhsuldar gündür. Maliyyədə sabitlik var. Kiçik amma sevindirici gəlir mümkündür. Əkizlər, ünsiyyət və tanışlıqlar ön plandadır. Pulda yeni imkanlar çıxa bilər, amma diqqətli seçim edin. Xərçəng, bir qədər gərgin enerji var. Pulda xərclər arta bilər. Qənaət etmək və planlı olmaq vacibdir. Şir, parlaq gündür, uğur sizinlədir. İşdə və pulda artım ehtimalı yüksəkdir. Özünüzə güvənin. Qız, detallara diqqət sizə üstünlük verəcək. Pulda sabit artım davam edir. Səbirli olun. Tərəzi, qərarsızlıq sizi çətin vəziyyətə sala bilər. Maliyyədə risk etməyin. Balansı qoruyun. Əqrəb, gizli fürsətlər açılır. Pulda gözlənilməz qazanc mümkündür. İntuisiyanız güclüdür. Ox atan, enerji və uğurlu gündür. Yeni ideyalar pul gətirə bilər. Aktiv olun və fürsətləri qaçırmayın. Oğlaq, sabit və güvənli gündür. Pulda yavaş amma davamlı artım var. Risk etməyə ehtiyac yoxdur. Dolça, gözlənilməz xərclər mümkündür. Planlı hərəkət edin. Maliyyə balansını qoruyun. Balıq, qarışıq gündür. Həm qazanc, həm də itki ehtimalı var. Pul məsələsində diqqətli olun. Pulda ən şanslı bürclər şir, əqrəb, ox atan. Pulda ən gərgin bürclər xərçəng.